Salam dəyərli müdavimlər. Bugün mən sizə Bloom taksonomiyasının izahını verəcəm. Bloom taksonomiyanın izahını, yəni öz hazırladığım PDF üzərindən verəcəm. Bu PDF-də sizə yəni hazır, rahat şəkildə açar sözlərlə bütün yəni o mərhələlərin izahını verməyə çalışmışam. İndi sözlərlə də izahını verəcəm ki, sizin üçün öyrənmək daha rahat olsun. Bloom taksonomiyası bilirik ki, yenilənmiş material üzərində artıq bizə təqdim olunmuş faydalı materiallarda, iş üsullarında adı çəkilən bir nəzəriyyədir və öyrənməyimizdə fayda var. Bir çox müdavimlərim də məndə şəxsi də yazıb istədiklərinə görə Bloom taksonomiyası ilə bağlı istədim ki, sizə həm PDF-ini, həm video izahını, həm də testlərini də Telegram kanalında paylaşacağam. Deməli, Bloom taksonomiyasından birinci danışaq. Taksonomiya nə deməkdir? Taksonomiya bir iyarxiyadır, yəni bir ardıcıllıqdır. Biz hər hansısa bir işi, fəaliyyəti yerinə yetirən zaman o işi yerinə yetirmə ardıcıllığımız sistemimizdir. Yəni taksonomiyanın izahı budur. Amma gəlin baxaq ilk öncə mərhələlərdən əvvəl Bloom taksonomiyası, yəni belə deyim, təlimin məqsədlərini sadəcə idrak ilə məhdudlaşdırılmayıb. Ümumiyyətlə insanın həyatında bilirik ki, fəaliyyətin 3 növü var ki, 3 növündən biz öyrənmişdik əvvəlki dərslərdə də, amma yenə də üzərindən keçəcəyik bunun. Bloom taksonomiyasında 3 fərqli sahəyə bölünüb bu taksonomiya ki, burada idraki sahədir, affektiv sahədir ki, bu sahəni emosional sahə də adlandırırıq və psixomotor sahə. İdraki sahə deyəndə burada insanın zehni bacarıqları, zehni hissə nəzərdə tutulur, bilik hissə nəzərdə tutulur, təfəkkür hissə nəzərdə tutulur ki, insanın belə deyək də idraki deyəndə onun deməli anlaması, xatırlaması, analiz etməsi, ümumiləşdirməsi, ümumiyyətlə zehinlə, idrakla bağlı bütün proseslər bu idraki sahəyə, bilik sahəsinə aiddir. Digəri isə affektiv emosional sahədir ki, affektiv sahədə nələr var? Hisslər var, dəyərlər, maraqlar, insanın münasibəti var, motivasiyası var ki, bunlar da affektiv emosional sahəyə aiddir. Digər bir fəaliyyət növümüz isə psixomotor fəaliyyətdir ki, psixomotor fəaliyyətdə bilirik ki, hərəkətlə bağlı olan fəaliyyət növümüzdür ki, burada hərəkətlər var, burada koordinasiya var, motorika var, motorikanın inkişafı var, motor bacarıqları var, yəni kiçik motor bacarıqları, böyük motor bacarıqları, bunları əvvəlki dərslərimizdə öyrənmişdik. Bu isə psixomotor sahəyə aiddir. Deməli, Bloom taksonomiyası təlim məqsədlərini sadəcə idrakla məhdudlaşdırmadı. Gördüyümüz kimi 3 hissəyə böldük ki, yəni bunlar idraki hissə, kognitiv sahədə deyirik bəzən buna, affektiv sahə, emosional sahədə adlana bilir və psixomotor sahə eyni zamanda hərəki sahədə adlanır. Deməli, Bloom taksonomiyası Benjamin Bloom tərəfindən yaradılıb və bu nə deməkdir? İdrak taksonomiyası da adlandırırıq biz bunu. Yəni, öyrənmə prosesinin sadədən mürəkkəbə doğru, yəni təsnif edilməsidir, planlaşdırılmasıdır, aparılmasıdır. Yəni, öyrənmə prosesi sadədən mürəkkəbə doğru aparılmalıdır. Yəni, bunu öyrənmək müəllimə nə üçün faydalıdır desək, həqiqətən də indi uşaq yönümlü təhsili nəzərə alsaq, həm məktəbə qədər sahədə olsun, bağçada olsun, həm məktəbdə olsun, ümumiyyətlə təhsilin bütün pillələrində şagirdin yəni öyrənmə prosesini sadədən mürəkkəbə doğru aparmaq həqiqətən də onun inkişafında əvəzsiz bir rol oynayacaq. Ona görə də biz hər bir şeyi ümumiyyətlə uşağın öyrənəcəyi hər bir şeyi sadədən mürəkkəbə doğru aparmalıyıq və Bloom taksonomiyası da elə bizə bunu göstərir. Və biz bu gün öyrənəcəyik hal-hazırda idrak sahəsini, hansı ki, Bloom taksonomiyası dedik ki, 3 hissəyə bölür, 3 sahəyə bölür ki, bunlardan idrak sahədir, emosional sahədir və psixomotor sahədir. Biz bu gün öyrənəcəyik sizdən idrak sahəsini və idrak sahəsini də Bloom taksonomiyasına görə 6 mərhələyə bölünüb. Ümumiyyətlə, Bloom taksonomiyası dedik ki, 1956-cı ildə yaranıb Benjamin Bloom tərəfindən, amma 2001-ci ildə onun tələbələri artıq bu taksonomiyanı nə ediblər? Biraz daha təkmilləşdiriblər və yenidən qurublar ki, elə bil ki, taksonomiyanı isimlərdən feillərə doğru dəyişdiriblər. Və gəlin onların təfəkkür səviyyəsinin deməli sıralamasına baxaq. Ümumiyyətlə Bloom taksonomiyaya görə təfəkkür səviyyəsi aşağı təfəkkür və yuxarı təfəkkür deyə bölünür. Aşağı təfəkkür deyəndə bura xatırlamaq, anlamaq və tətbiq etmək aiddir. Yuxarı təfəkkürə isə artıq təhlil etmək, dəyərləndirmək və burada da gördüyünüz kimi yaratmaq aiddir. Deməli, 2 hissəyə böləcəyik: aşağı təfəkkür və yuxarı təfəkkür səviyyəsinə sahib olanlar. Aşağı təfəkkür deyəndə, yəni ümumiyyətlə Bloom taksonomiyasına görə idrakın ən aşağı səviyyəsi, ən aşağı hissəsi xatırlamaqdır. Xatırlamaq yadda saxlamaqdır, yada salmaqdır. Xatırlamaq bu deməkdir. Ümumiyyətlə idrakın ən aşağı təfəkkür səviyyəsidir.
Və xatırlamaq deyəndə burada nələr var? Yəni sadalamaq var, nələrinsə əzbərə bilinməsi var və xatırlamaq deyəndə ağlınıza hər zaman faktoloji biliklər gəlsin. Faktoloji biliklərin yada salınması gəlsin. Məsələn, biz uşaqdan nəyinsə adını soruşuruq. Məsələn, bir meyvəni göstərib onun adını soruşuruq. Uşaq deyir ki, məsələn, bu almadır və yaxud da hər hansısa bir şeyi soruşuruq və uşaq onu xatırlayıb bizə cavab verir. Bax, bu xatırlamaqdır. Deməli, bura nələr aid oldu? Nəyinsə əzbərə bilinməsi, sıralanması, sadalanması. Məsələn, mən uşağa deyirəm ki, birdən ona qədər say. Uşaq birdən ona qədər sayırsa, bu xatırlama mərhələsidir. Və yaxud da meyvə göstərib onun adını çəkməsini istəyirəm. Və yaxud da uşağa deyirəm ki, bizim neçə fəsilimiz var? Uşaq deyir 4 fəsilimiz var və hansılar da onların adını sadalayır. Bunlar hər biri idrakin xatırlama mərhələsinə aiddir. Burada var, hafizə var. Burada xatırlama var, yada salma var, uşağın nəyisə tanıması var. Söyləməsi var, sadalaması var, sıralaması var, adını çəkməsi var. Bunların hər biri, bax bu situasiyaların hər hansısa birini görəndə siz götürəcəksiniz xatırlama mərhələsinə. Və məsələn hər hansısa bir qaydanın tərifini söyləmək kimi də bunu məsələn və yaxud da bir tarixi yadda saxlamaq. Bunlar hamısı xatırlamağa aiddir. Məsələn elə bil ki mən sizdən soruşuram ki, İnteqrasiya nədir? Siz mənə inteqrasiyanın tərifini deyirsiniz. Bax, bu nədir? Xatırlama mərhələsinə aiddir. Deməli, bu oldu bizim idrak taksonomiyasının birinci mərhələsi, yəni xatırlama mərhələsi. Sonra isə gəlir ikinci mərhələ. İkinci mərhələ artıq anlamaq mərhələsidir, müəllimələr. Anlamaq mərhələsi artıq dərk etməkdir. Anlamaq deyəndə başa düşmək, mahiyyətini dərk etmək, izah etmək, şərh etmək, qruplaşdırmaq, yəni bax bunların hamısı anlamaq mərhələsinə aiddir. Yəni xatırlamaqda nə oldu? Yaddaşına gətirmək, hafizəsinə gətirmək, sadalamaq, adını çəkmək, bunlar oldu nədə? Xatırlamaqda. Amma anlamaqda nə var? Anlamaqda artıq, yəni verilən informasiyanın ümumiyyətlə mənasını dərk etmək, mahiyyətini anlamaq, faktları qruplaşdırmaq, izah etmək. Bax bunların hamısı aiddir anlamaq mərhələsinə. Anlamaq mərhələsində var, qruplaşdırmaq var, təsvir etmək var. Burada öz sözləri ilə danışmaq var. Yəni anlamaq mərhələsində öz sözləri ilə danışmaq var. Bir var ki, xatırlamaqda əzbərə danışmaq, hər hansısa bir şey əzbərə danışmaq. Bax, məsələn, mən dedim ki, bayaqlar xatırlama mərhələsində sizdən soruşuram ki, inteqrasiya nədir? Siz mənə inteqrasiyanın tərifini verirsiniz ki, məzmunla standartların bir-biri ilə əlaqələndirilməsi. Yəni bu şəkildə mənə tərifini verirsiniz. Bir də var ki, inteqrasiyanı mənə öz sözlərinizlə izah edirsiniz. Anlamayan insan öz sözləri ilə izah edə bilməz. Məsələn, elə insanlar var, görmüşük ki, məsələn, əzbərçidirlər də, düzdür? Bir biliyi əzbərləyirlər və əzbərə danışırlar. Mən ondan məsələn hər hansısa bir amma onu öz sözləri ilə izah et bizə, lori dildə məsələn deyirlər, izah et bizə desək, o onu bizə izah edə bilməyəcək. Çünki sadəcə faktoloji bilik olaraq kitabdan əzbərləyib və danışır. Amma anlamaq mərhələsində artıq nə edəcək? Öz sözləri ilə bizə izah edəcək. Burada məsələn var məntiqi təfəkkür var, təsnif etmək var, nümunələr gətirmək var. Baxın öz sözləri ilə nümunələr gətirmək var. Bax bunların hamısı anlamaq mərhələsinə aiddir. Biri var ki, əzbərə demək nə isə, sadalamaq, əzbərə demək bu oldu xatırlamaq mərhələsində, amma mahiyyətini dərk edərək, mənasını dərk edərək bizə izah etmək, şərh etmək, nümunələr gətirmək, öz sözləri ilə danışmaq, ümumiləşdirmək, müəyyənləşdirmək, bax bunların hamısı aid olduğu anlamaq mərhələsinə. Yəni situasiyada belə bir situasiya qarşınıza çıxsa, bu sözlərin hər hansısa biri qarşınıza çıxsa, söhbət anlamaq mərhələsindən gedir. Digər bir mərhələmiz isə, üçüncü mərhələmiz oldu, tətbiq etmə. Tətbiq etmə artıq üçüncü mərhələmizdir bizim. Burada nə var? Artıq qazanılmış biliklərin ümumiyyətlə tətbiq edilməsindən söhbət gedir ki, baxın, deməli anlamaq mərhələsinə aid olduğu konseptual bilik. Konseptual bilik bilir ki, məsələn, müqayisə edərək, müəyyənləşdirərək, ümumiləşdirərək, bayaq orada adını çəkmədim, eləcə bilik olaraq yadınızda saxlayın, konseptual bilik bura aid olduğu. Baxın, deməli xatırlamaq mərhələsinə aid olduğu faktoloji biliklər, anlamaq mərhələsinə aid olduğu konseptual biliklər, amma tətbiq etmə mərhələsinə aid olacaq artıq prosedural bilik. Prosedural bilik də nədir? Artıq tətbiq etmək, nəyisə öyrəndiyini prosedural şəkildə tətbiq etmək. Bu da aid olduğu tətbiq etmək mərhələsinə. Burada icra etmək var, burada yerinə yetirmək var. Burada var hər hansısa bir konkret situasiyalardan istifadə edərək tapşırıqların yerinə yetirilməsi. Məsələn, deyə bilərik ki, uşaq şəkil çəkirsə, kəsib yapışdırma edir, plastilinlə hər hansısa bir fəaliyyəti yerinə yetirir, icra edir, həll edir, nəyəsə riayət edir, istifadə edir, qurur, yəni bu səhnələşdirir. Bunların hamısı tətbiq etməyə aiddir. Məsələn, uşaqdan məsələn soruşuram ki,
Almanı göstərib soruşuram ki, bu nədir? Uşaq deyir alma. Bu oldu xatırlama mərhələsi. Uşaqdan almanın məsələn faydasını soruşuram və yaxud da alma ilə tərəvəzin fərqini soruşuram. Bax bu olacaq anlama mərhələsi. Artıq uşaq məsələn alma ilə tərəvəzin fərqini mənə izah edirsə, anlamaq mərhələsindədir. Uşaq anlayıb və mənə izah edir. Bir də var tətbiq etmə mərhələsində uşaq məsələn almanın şəklini çəkəcək, almanı kəsib yapışdırma edəcək və yaxud plastilindən alma düzəldəcək. Bax bu olacaq artıq tətbiq etmə mərhələsi. Və yaxud da bir nağıl oxuyacam uşağa. Uşaq nağılı oxuyur. Və onu nə edir? Səhnələşdirir. Səhnələşdirirsə bu artıq nə olacaq? Tətbiq etmə olacaq. Və yaxud da mən lövhədə nə isə bir şey çəkirəm və uşaq mənim çəkdiyimin eynisini kağıza çəkir. Bu yenə də olacaq tətbiq etmə mərhələsi. Deməli bunların hamısı aid olduğu tətbiq etmə mərhələsinə. Yəni öyrəndiyi qaydadan istifadə edərək uşağın tapşırığı həll etməsi, tapşırığı yerinə yetirməsi. Bax bunlar olacaq tətbiq etmə mərhələsi. Məsələn, mən öyrətmişəm, plastilindən istifadə qaydasını uşağa öyrətmişəm. Prosedural olaraq artıq necə yerinə yetirəcəyini uşağa öyrətmişəm və uşağa öyrətdiyim əsasında da uşaq plastilindən həmin fiquru düzəldir mənim üçün. Və yaxud kəsib yapışdırma, kağızı kəsərək mən onu öyrətmişəm qaydasını, qayçı ilə kağızı necə kəsmək lazımdır və uşaq artıq özü onu kəsib və yapışdırma edirsə, bu olacaq tətbiq etmə mərhələsi. Yəni tətbiq etmə mərhələsi adından da bəlli olduğu kimi burada icra edir, yerinə yetirir, səhnələşdirir, kəsir, yapışdırır. Yəni hər hansı bir fəaliyyət var burada. Fəaliyyəti yerinə yetirmək var. Bu da olacaq tətbiq etmə mərhələsi. Digər bir mərhələmiz isə müəllimələr təhlil etmək mərhələsidir. Artıq baxın bu təhlil etmək mərhələsindən başlayaraq oldu bizim yüksək təfəkkür səviyyəsi. Artıq məsələn o ilk öncə üçünü sadaladık ki, xatırlamaq, anlamaq və tətbiq etmək bu aşağı təfəkkür səviyyəsinə aid idi. Amma təhlil etməkdən başlayaraq artıq oldu bizim yüksək təfəkkür səviyyəmiz. Artıq təhlil etmək deyəndə hissələrə ayırmaq var müəllimələr, analiz etmək var, parçalamaq var. Ən yaxşısını, ən doğrusunu tapmaq var. Bax bunlar hamısı aiddir təhlil etmə mərhələsinə, analiz etmə mərhələsinə deyə bilərik biz buna. Uşaq müqayisə edir, nələrisə müqayisə edir. Hissələrə ayırır, səbəbini tapır, fərqli və oxşar tərəflərini müəyyən edir. Bax bunlar nəyinsə arasında, hansısa bir hadisələr arasında, hansısa bir əşyalar arasında əlaqəni tapır, qurur, təhlil edirsə, bu olacaq təhlil etmə mərhələsi. Təhlil etmə mərhələsində hər zaman belə bir şey yadda saxlayın. Birini önə çıxarmaq. Hər hansı bir situasiya təqdim edirik uşağa və uşaq onun arasındakı ən doğrusunu tapmağı, ən yaxşısını tapmağı təhlil etmə mərhələsinə aiddir. Bax, məsələn, bayaq dedik ki, məsələn, elə bil ki, alma ilə tərəvəzin fərqlərini sayırsa, uşaq bir-birindən fərqləndirirsə, bu anlama mərhələsidir ki, uşaq bilir ki, alma nədir, tərəvəz nədir və onlar arasında fərqi sayırsa, bu anlama mərhələsinə aid oldu. Amma gəlin baxaq, təhlil etmə mərhələsində bu necə olacaq? Məsələn, təhlil etmə mərhələsində hansı daha faydalıdır? Bax, bu şəkildə təhlil edərsə uşaq, bax, bu olacaq təhlil etmə mərhələsi, analiz etmə mərhələsi. Yəni, ən yaxşısı hansıdır, ən doğrusu hansıdır, ən gözəli hansıdır şəkildə təhlil etmək. Bax, bu artıq daha yüksək təfəkkürə sahib olmaqdır. Daha yüksək təfəkkür mərhələsidir və bu olacaq təhlil etmə mərhələsi. Səbəb-nəticə əlaqələrini quracaq uşaq, elementlər arasındakı münasibətləri müəyyən edəcək. Bu olacaq bizim təhlil etmə mərhələmiz müəllimələr. Yəni hər şeyin belə deyək də ən yaxşısını, ən doğrusunu önə çıxarmaq. Deməli, digər isə oldu. Bu oldu bizim təhlil etmək mərhələmiz. Bu dördüncü mərhələmizdir bizim. Gəldi indi beşinci mərhələyə. Beşinci mərhələdə müəllimələr dəyərləndirməkdir. Yəni idrakın beşinci mərhələsi artıq oldu dəyərləndirmək. Dəyərləndirmək nədir? Gəlin buna baxaq müəllimələr. Dəyərləndirmək tənqidi təfəkkürə daha çox uyğundur ki, artıq burada uşağın tənqidi təfəkkürü önə çıxır. Amma yəni məsələn biz burada məsələn hər ancaq tənqidi təfəkkürdür sözünü götürmürük. Ümumiyyətlə biz metodikanın hər zaman testlərində, ümumiyyətlə hər dəfəsində izahlarında demişik ki, ancaq sözü, yalnız sözü, yəni yanlış variantdır. Bu aiddir bizim tənqidi təfəkkürümüz, yəni dəyərləndirmək. Burada artıq öz münasibətimizi bildirmək var. Burada qiymətləndirmək, dəyərləndirmək sözünün sinonimi nədir? Qiymətləndirmək var. Məsələn, burada uşaq münasibət bildirir. Burada uşaq qiymətləndirir.
Məsələn, belə deyək də, bayaq dedik ki, uşaqdan soruşuruq ki, alma daha faydalıdır, yoxsa tərəvəz daha faydalıdır? Uşaq təhlil edərək onlar arasında hansı daha faydalıdır onu tapdı. Amma dəyərləndirmək mərhələsində artıq o öz seçimi ki olub, məsələn deyək ki, uşaq seçib ki, tərəvəz daha faydalıdır. Artıq burada öz seçimini əsaslandıracaq, öz seçimini müdafiə edəcək. Bu olacaq dəyərləndirmə mərhələsinə aid olacaq, yəni. Artıq uşaq seçib təhlil etmə mərhələsində təhlil edib, analiz edib və tapıb ki, məsələn deyək ki, tərəvəz daha faydalıdır. Artıq dəyərləndirmək mərhələsində uşaq öz seçimini əsaslandıracaq. Bizə deyəcək ki, tərəvəz nəyə görə daha faydalıdır? Yəni mən nəyə görə tərəvəzin daha faydalı olduğunu düşünürəm. Bax bu şəkildə artıq öz seçimini əsaslandırırsa, öz seçimini müdafiə edirsə, öz seçiminə rəy verirsə, qiymətləndirirsə, bu olacaq dəyərləndirmək mövzusu. Daha doğrusu mərhələsi. Və yaxud da uşağa bir nağıl oxuyuruq və deyirəm ki, oradakı nağılın baş qəhrəmanına öz münasibətini bildir. Və yaxud da iki, məsələn, qəhrəman arasında yaxşı hansıdır, pis hansıdır? Onu seç desəm, bu təhlil etmək olacaq. Məsələn, uşaq seçəcək ki, hansı yaxşı roldadır, məsələn, hansı pis roldadır, təhlil edərək, analiz edərək seçəcək. Bir də deyəcəm ki, sən nəyə görə fikirləşirsən ki, o yaxşı roldadır, yaxşıdır və yaxud o nəyə görə pisdir? Uşaq artıq öz seçdiyini, seçimini dəyərləndirərək mənə fikrini bildirəcəksə, bu olacaq dəyərləndirmək mərhələsi. Yəni arqument gətirəcək, seçimini əsaslandıracaq, münasibət bildirəcək, qiymətləndirəcək, öz seçiminə haqq qazandıracaq. Bunlar hamısı olacaq dəyərləndirmə mərhələsi. Və bizim ən sonuncu mərhələmiz, 6-cı mərhələmiz yaratmaq mərhələsidir ki, müəllimələr. Yaratmaq mərhələsinə biz sintez mərhələsi də deyirik bəzən. Burada artıq mövcud elementləri birləşdirərək tamamilə yeni bir, orijinal bir məhsul yaratmaqdır və yaxud da bir plan yaratmaqdır, bir struktur ortaya qoymaqdır ki, bu yaratmaq mərhələsinə aid olacaq. Məsələn, mən uşağa deyirəm, bir nağıl danışıram. Və orada deyirəm, nağılı yarıda saxlayıram. Yəni uşağın bilmədiyi bir nağıldır, eşitmədiyi bir nağıldır, sonluğu bilmir uşaq. Və mən nağılı yarıda saxlayandan sonra deyirəm ki, nağılın sonunu sən özün uydur, sən özün danış. Artıq nə edir uşaq? Nağılın sonunu özü danışırsa, bu artıq nə deməkdir? Yaratmaq mərhələsidir. Uşaq yeni bir şey yaratdı. Öz təxəyyülündə, öz beynində yeni bir sonluq uydurdu. Bu artıq yaratmaq mərhələsindədir. Baxın, yaratmaq mərhələsində nə var? Alternativ yol tapmaq, qeyri-adi, məsələn, nədənsə qeyri-adi şəkildə istifadə etmək. Bax, plan tərtib etmək. Bunlar hamısı nəyə aiddir? Yaratmaq mərhələsinə aiddir. Uşaq xəyalındakı şəkli çəkir. Bir var ki, məsələn, mən uşağa hər hansısa bir şəkli göstərim, lövhədə çəkim, uşaq onu çəksin. Bir də var ki, uşaq xəyalındakı şəkli çəksin. Bax, bu yaratmaq mərhələsidir. Uşaq olmayanı icad etsin. Uşaq özündən yeni bir plan hazırlasın. Nağılın sonunu özündən düzəltsin. Elə bil ki, şablondan istifadə etmədən öz beynindən bunu edirsə, bu olacaq artıq sonuncu mərhələ. Yəni idrakın sonuncu mərhələsi, yəni yaratmaq mərhələsi. Deməli, bu qədər müəllimələr, yəni idrak taksonomiyası, bax bu 6 mərhələ ilə izah olunur və elə bir düşünürəm ki, mən mərhələləri sizə aydın şəkildə izah etdim, inşallah ki, faydalı olar. Bir də müəllimələr düşünür ki, belə bir testlər qarşınıza çıxa bilər, ola bilsin ki, məsələn, sürpriz suallarımızdan biri idrak taksonomiyasından əlaqəli ola bilər ki, iş üsulları ilə inteqrasiya olunmuş formada verilə bilər, çünki faydalı materiallarımızda adı çəkilib nəzəriyyənin, idrak taksonomiyasının. Məsələn, bir də müəllimələr, əgər testlərin içərisində bir neçə variant görərsinizsə, mərhələ görərsinizsə, məsələn, orada uşağın elə bil ki, anlayır, xatırlayır, tətbiq edir, təhlil edir, biz orada sonuncunu götürəcəyik. Məsələn, son olaraq uşaq hansı mərhələyə gəlib? Məsələn, təhlil etmə mərhələsinə gəlibsə, testin cavabını təhlil etmə götürəcəyik. Və yaxud da uşaq anlayır, xatırlayır, anlayır, tətbiq edir və son olaraq tətbiq edirsə, deməli, tətbiq etməni götürəcək. Yəni, tətbiq etmənin içində anlamaq və xatırlamaq var. Yəni, testdə bir situasiyada sonuncu olaraq nəticəyə gəlinir, hansı mərhələdə nəticəyə gəlinirsə, hansı mərhələ üçün nəticəyə gəlirsə, onu götürəcəyik. İdrak taksonomiyası bu qədər müəllimələr. İnanıram ki, yəni aydın olacaq bu izahdan sonra sizdə qaranlıq bir məqam qalmayacaq. Yəni aydın şəkildə PDF-ini də hazırlamışam sizə, video izahını da verdim və Telegramdan testlərini də paylaşacağam ki, oxuyub öyrəndiyinizi tətbiq edə biləsiniz.